Gənclər, ümumilikdə təhsil almaq qərarı çətin bir prosesdir. Bunun içərisində imtahanlara hazırlaşmaq var, ixtisas seçimi var və sair kimi proseslər var. Amma öz vətənimizdən qıraqda, xaricdə təhsil almaq fikri daha çətin və mürəkkəb bir prosesdir. Necə qərar verdiniz ki, biz xaricdə təhsil alacağıq, biz pedaqoji universitetdə təhsil alacağıq? Mən belə deyə bilərəm ki, mən bura gəlirkən şeylə gəldim, bu təhsil mərkəzləri şirkəti ilə gəldim və ora gələndə dedim ki, ingilis dili müəllimi olmaq istəyirəm. O da dedi ki, Bakıdakı ən prestijli universitet pedaqoji universitetdir müəllimlik üçün. Ona görə də buranı seçmişəm və biraz da yəni baxmışam ki, internetdən, sosial media şəbəkələrindən falan baxmışam ki, necə bir yerdir, təhsil necədir ya da tələbələr bundan məmnundur falan, sevirlər. Onlara biraz baxmışam, amma dediyim kimi o təhsil mərkəzinə dedilər ki, müəllimlik üçün ən yaxşı universitet buradır. Belə deyim, Bakıdan xaric hər hansı bir rayonlarımızda olmusunuz? Mən Şuşada və Lənkəranda olmuşam və onların bəzi kəndlərində olmuşam. Hüseyn bəs sən? Mən keçən ay Şəkiyə getmişdim. Novruz bayramı üçün çox bəyəndim oralarda. Düzgün deyimsə, bizdə çətindir biraz İslamabadda. Mən paytaxtda yaşayıram. Ora universitetlər çox yüksək səviyyədədir. Yəni imtahan zaten çox çətin olur. Bir də burada çox rahatdır. Belə bir şey yoxdur. Mən rahat oxuyuram. Türkiyədə universitetə qəbul olmaq çox çətin bir şeydir. Məsələn, bizdə 3 qrupda imtahan veririk və çox çətin olur. Məsələn, birinə milyonlarla insan girir ki, işte universitetə qəbul olmaq üçün. Amma ondan da keçmək çox çətindir. Belli bir yerə qədər alırlar tələbələr, yoxsa almırlar falan. Çox çətin olur da. Yoxsa ya pulla oxuyurlar ya da təkrar hazırlaşırlar imtahana, yoxsa xaricə gedirlər bizim kimi. Belə deyim. Hər vaxtınız xeyirli olsun dəyərli Atbu TV izləyiciləri. Günlərdən TV, günlərdən podkast. Bir-birindən maraqlı qonaqlarımızla yenidən efirdəyik. Bugünkü qonaqlarımız universitetimizdə təhsil alan əcnəbi tələbələrdir. Gənclər, xoş gəlmisiniz. Xoş gəldiniz. Özünüzü təqdim etməyinizi xahiş edirdim. Mən İsmanur Örnək, ingilis dili müəllimliyi üzrə 1-ci kurs tələbəsiyəm. 2 ildir də burada yaşayıram. Mənim adım Rızadır, mən Pakistanlıyam. Mən informatika müəllimi oxuyuram. Mən də 2 ildir buradayım. Gənclər, ümumilikdə təhsil almaq qərarı çətin bir prosesdir. Bunun içərisində imtahanlara hazırlaşmaq var, ixtisas seçimi var və sair kimi proseslər var. Amma öz vətənimizdən qıraqda, xaricdə təhsil almaq fikri daha çətin və mürəkkəb bir prosesdir. Necə qərar verdiniz ki, biz xaricdə təhsil alacağıq, biz pedaqoji universitetdə təhsil alacağıq? Bu mövzuda başlamaq istəyərdim sizə. Sən deyil. Mən əslində buraya gəlməyi çox düşünmürdüm də, istəmirdim ki, xaricdə təhsil alım, yəni ailəmdən uzaqda olmaq istəmirdim, çox fikrim yox idi. Çünki yəni çox istəmirdim də, bilmirəm niyə, amma istəmirdim. Və bilmirəm, yəni atam istədi ki, sən git Azərbaycanda təhsil al, həm dillərimiz bir-birinə oxşuyur, həm də qardaş ölkəyik, ona görə dedi ki, gəl Azərbaycanda təhsil al, ona görə gəlmişəm. Siz? Mən əslində Avropaya getmək istəyirdim. Amma mən də atam dedi ki, yaxınlarda get. Dedi Türkiyə yoxsa Azərbaycana get. Mən də onlayn belə baxdım. Sonra mən Azərbaycanı seçdim. Sonra da bu universitetə gəldim. Buradakı təhsilinizdən razısınızmı? Bəs sizin üçün müsbət və mənfi tərəflərini ələ alsaq? Mən buradan razıyam. Mən buranı sevirəm. Yəni ümumiyyətlə Bakını da sevirəm, universitetimizi də çox sevirəm. Mən də belədir. Bu mədəniyyəti çox sevirəm, cəmiyyəti çox sevirəm. Burada təhsil aldığınız ixtisaslarınız hal-hazırda nələrdir? İngilis dili müəllimliyi. Mən informatika. Neçənci kurssuz? Mən hələ hazırlıq kursdayım. Siz? Mən 1-ci kursam. Gözəl. Aldığınız təhsilin bəs mənfi, müsbət tərəfləri sizin üçün, yəni onları sıralasaq, burada təhsil almaq sizin üçün belə deyim, müsbət və mənfi, yəni sizin üçün artı və eksiləri deyək də. Ən şeyini desəm, belə ən bilinənini desəm, yəni ailəmdən uzaq olmaq deyə bilərəm. Öz vətənimdən uzaq olmaq. Yəni buranı da çox sevirəm və özümü bura hiss eləmirəm, yabancı. Bura aid hiss edirsiniz, bura aid hiss edirəm, amma yenə şeydir. də ailəmi darıxıram da, yəni normal olaraq. Ən şey tərəfi budur. Sizin üçün bəs?
Mənim üçün mənfi bir şey yoxdur. Yəni burdayam. Ailə istəyirəm ki, yayda gedirəm ailə yanında. Sonra burada xoşlayıram bura. Bəs Bakıya köçdüyünüz ərəfədə sizin üçün çətin gələn şeylər ki, hansı ki o şeylər sizin ölkəmizdə yoxdur, bura gələndə siz onun çətinliyini çəkdiniz. Ondan əvvəl olaraq o sizə qəribə gəldi, öyrəşmək sizin üçün çətin oldu. Məsələn, bu biraz şey olacaq, öz ölkəmə şey kimi olacaq, biraz pis çıxmasını istəmirəm. Amma məsələn burada birinə nəsə ayağınız dəysə, bir şey olsa, birinə qolunuz falan dəysə, həmən üzr istəyirlər, özür sayın, bağışlayın falan deyirlər. Türkiyədə belə bir şey yoxdur. Yəni mən bunu deyə bilərəm. Bu biraz şeydir, fərqli gəldi mənim üçün. Çünki bizim orada öyle şeylər yoxdur. Bunu deyə bilərəm. Yəni amma onun dışında çox belə mənə qəribə gələn ya da şey olan bir şey yoxdur. Sizin üçün bəs? Mənim üçün də, yəni bura mədəniyyət çox sevirəm mən. Yəni bura dil çox şirin dildir. Yəni nəsə deyəndə canın sağ olsun, aleyküm və olsun. Bizdə belə bir şey yoxdur. Amma çox bəyəndim mən bura. Yeməklərimizi bəyəndiniz bəs? Çox xoşlayıram bura. Ölürəm. Nələri? Öyle hamısını Her çox şey. sevirəm. Nələri sevirsiniz məsələn? Mən bura plov çox yemişəm. Plov. Çox Şahplov. yeyirəm. Sonra istəyimdən belə nə bilim şonka yemişəm. Tabaqazat, dolmada. Belə yemək xoşlayıram. Çox yemişəm. Verə biləcəksiniz. Bura necə qəbul oldunuz bəs? Bura mən müsahibə ilə qəbul olmuşam. Mən onlayn müraciət elədim. Yəni bu cəhətdən sizə rahat oldu ki, yəni müraciətinizə təqribən neçə müddət ərzində baxıldı və nə qədər çəkdi bura gəlməyiniz? Bu prosesdən danışasınız. O səbəbdən. Tamam. Sən bilirsən, sən Sən də, niyə? sən də. Yəni mən bura avqustun 30-u falan olmalıdır. O zaman şey eləmişdim. Bu sənədləri falan sistemə yükləmişdim. Portaldan giriş edib falan. Onlar biraz uzun çəkdi. Çünki sənədlər tam düşmürdü. İstədiyimiz kimi çıxmırdı. Tam düşmürdü şəkillərdə falan. Ona görə biraz uzun çəkdi. Amma bura gəlməyim çox uzun olmadı və müsahibədə də çox belə çətin, yəni çox belə çətin suallar verilmədi. Məsələn, mənə verilmədi əslində. Məsələn, bazı yoldaşlarımdan soruşdum ki, sizə nə sual verdilər? Məsələn, onlara demişlərdi ki, işte Azərbaycan ədəbiyyatı ilə bağlı nə bilirsən ya da şairlərdən falan. Amma mənə öyle bir sual verilmədi. Ona görə mənim üçün çox da çətin olmadı. Amma yəni bilməsək belə çox belə şeyləmədilər. Yəni demədilər ki, yox bunu bilməlisən ya da bilmirsənsə niyə burdasan kimi bir şey olmadı. Yəni çox zorlamadılar. Elə deyim. Sizin bəs? Mənim üçün də yəni çətin olmadı. Başlanğıcda olanda mən portalda müraciət elədim. Universiteti seçdim, sənədləri təqdim elədim. Sonra da bura viza aldım, bura gəldim. Sonra notariat çox rahat bir yoldur. Çətinlik heç nə yoxdur. Mən də Sizin çox. bəs müsahibədə yaşadığınız belə deyək də hər hansısa bir problem oldu mu? Sizə çətinlik yaradacaq bir şey? Heç bir çətinlik yoxdur. Çox Müsahibə rahat bir əsaslı yoldur. olaraq bura gəldiniz və qəbul oldunuz. Bəli. Çox gözəl. Gənclər, sualı formada şaxələndirmək istəyirəm ki, siz bayaqlar dediniz ki, seçimlər falan. Sualı belə ünvanlamaq istəyirəm. Sırf Azərbaycanda, Bakıda pedaqoji universiteti seçməyinizin səbəbi nə olub? Bura haqqında informasiyalar necə əldə eləmisiniz? Sizlərdə belə pozitiv düşüncələr necə yaranıb ki, biz burada oxumalıyıq, bura qəbul olmalıyıq? Mən belə deyə bilərəm ki, mən bura gəlirkən şeylə gəldim. Bu təhsil mərkəzləri şirkəti ilə gəldim. Və orada gələndə dedim ki, ingilis dili müəllimi olmaq istəyirəm. O da dedi ki, Bakıdakı ən prestijli universitet pedaqoji universiteti müəllimlik üçün. Ona görə də buranı seçmişəm və biraz da yəni baxmışam ki, internetdən, sosial media şeylərindən, şəbəkələrindən falan baxmışam ki, necə bir yerdir, təhsil necədir ya da tələbələr bundan məmnundur falan, sevirlər. Onlara biraz baxmışam, amma dediyim kimi o təhsil mərkəzinə dedilər ki, müəllimlik üçün ən yaxşı universitet buradır. Ona görə. Hüseyn, sən necə seçdin bəs? Mən universitet seçəndə əvvəl internetdə baxmışam hamı universitetlər. Mən əslində Dövlət Universitetində oxumaq istəyirdim. Çox idi, bura Bakı Dövlət Universiteti çoxdur. Mən də baxdım pedaqoji universitet, reputasiyası çox əladır. Bir də mən gələcəkdə professor olmaq istəyirəm. Gözəl.
Gözəl. Ona görə ən yaxşı seçimimiz Ümidvaram ki, bu pedaqogiyadır. arzunuza da çatarsınız. İnşallah. Bu formada onda bəs sual verim. Bakıda təhsil almaqla sizin öz ölkənizdə təhsil almağın fərqləri nələr olardı? Düzgün deyimsə, bizdə çətindir biraz İslamabadda. Mən paytaxtda yaşayıram. Ora üniversitelər çox yüksək səviyyədədir. Yəni imtahan zaten çox çətin olur. Bir də burada çox rahatdır. Belə bir şey yoxdur. Mən rahat oxuyuram. Bizdə də çox çətindir əslində. Məsələn, Türkiyədə universitetə qəbul olmaq çox çətin bir şeydir. Məsələn, bizdə 3 qrupda imtahan veririk və çox çətin olur. Məsələn, birinə milyonlarla insan girir ki, işte universitetə qəbul olmaq üçün. Amma ondan da keçmək çox çətindir. Belli bir yerə qədər alırlar tələbələr, yoxsa alınırlar falan. Çox çətin olur da. Yoxsa ya pulla oxuyurlar ya da tekrar hazırlaşırlar imtahana, yoxsa xaricə gedirlər bizim kimi. Belə deyim. Belə deyim, Bakıdan xaric hər hansısa bir rayonlarımızda olmusunuz? Mən Şuşada və Lənkəranda olmuşam Gözəl. və onların bəzi kəndlərində olmuşam. Sən bəsən? Mən keçən ay Şəkiyə getmişdim Gözəl. Novruz bayramı üçün. Çox bəyəndim oralarda. Sonra mən Naxçıvana getmək istəyirəm. Təəssüf ki, getmədim bu yay, amma Sumqayıtda olmuşam, Şadaqda olmuşam. Sonra Qubada olmuşam, Gözəl. Qəbalada olmuşam. Orada yaşadığınız sizin üçün maraqlı hadisələr nələr olub? Mən sizə o belə deyim də yadınızda qalıb, öz ölkəmizə də gedəndə ağlınızda qalacaq ki, və yaxud da burada olanda da ağlınızda qalacaq anlardan biri olub o. Mən deyim, burada ən bəyəndiyim yer mənim Şəki idi. Çox bəyəndim. Oranın ləhcə çox şirindir. Yəni bütün gün ora baxırım, nətər danışırlar. Çalışdım ki, mən də öyrənim bu Yüngül danışırsan elə o formada. Nə deyirlər ki, nətərsüz. Belə çox bəyəndim oraları. Sizin bəs Əsma? Mən Şuşaya biraz çox soyuq idi getdiyimizdə, dekabrda getmişdik, amma çox qəşəng idi. Mən çox sevdim oranı. Havası falan çox təmizdir. Məsələn, burada biraz hava çox da təmiz deyil. Amma Şuşada çox qəşəng idi hava. Mən çox sevdim oranı. Lənkəran da çox gözəl idi. Orada hardasa iyunda getmiş idik. Bilmirəm, mən çox sevdim. Yəni belə baxanda hər şeyi çox sevdim. Çox Gözəl. bəyəndim. Gələcəyə dair planlarınız nələrdir bəs? Məsələn, ixtisasınızla bağlı magistr təhsili olsun və yaxud digər. Mən özüm üçün belə deyim, magistr fikrim var, amma hələ də qərar verməmişəm. Bəlkə öz ölkəmə qayıdaram, yoxsa burada yaşamayı çox istəyərdim. Gözəl. Bilmirəm, hələ də qərar verməmişəm. Yəni magistr da oxuya bilərəm, yoxsa burada qalmaq istəyərdim. Öz ölkəmizdə getsəz əgər, buradan sizin üçün maraqlı xatirələrdən hansı yadınızda qalar ən çox? Burada yəni çox fazla şeyim olub da, burada çox tanış olduğum çox insan olub. Həm Azərbaycanlı, həm Türk, həm də başqa ölkələrdən çox dostum olub. Belə baxanda indidən, yəni 2 ildə belə o qədər çox insanla tanış olmuşam ki, yəni hamından bir şeylər götürmüşəm özüm üçün, bir dərs çıxartmışam falan. Amma yəni ən maraqlı, ən yadımda qalacaq xatirə deyəndə bilmirəm. Mən ümumiyyətlə burada yaşadığım bütün vaxtları yadımda saxlayıram. Heç birini unutmaq istəmirəm. Çox gözəl. Bəs sənin üçün? Mən hələ bu uzun yol var, çox müddətli. Yəni 1 il, 2 ildə mən çox şey, yəni öyrənmişəm. Nətər deyim? Yəni xatirələr çoxdur. Hələ uzun yol var, hələ çox olacaq. Hələ deyə bilmirəm dəqiq. Gələcəyə dair planların bəs bayaqlar dedin deyəsən elmihat professor olmaq istəyirdin deyəsən səhv etmirəmsə. Mən magistrə üçün Almaniya yoxsa Finlandiyaya getməm. Siz Türkiyəlisiz, siz də Pakistanlısınız. Türk dili Azərbaycan dilinə yaxın bir dildir. O səbəbdən də Esma Nurun Azərbaycan dilinə öyrəşmək prosesi daha qısa vaxt alar, nəinki sizin. Dil öyrənmək baxımından sizin üçün nə dərəcədə çətin oldu və nə dərəcədə asan oldu ki, siz Azərbaycan dilini öyrənə biləsiniz? Çünki görürəm ki, Azərbaycan dilində bir qədər də olsa səlis bir şəkildə öz fikirlərinizi ifadə edə bilirsiniz, özünüzü belə deyim də, dərdinizi başa sala bilirsiniz, belə deyim. Mən belə deyim, Azərbaycan dili bizim dilə çox oxşuyur. Yəni mən bir də məsələn bizim orada, yəni yaşadığım yerdə biraz belə bəzi kəlmələr biraz bir-birinə oxşuyur sözlər. Ona görə də belə çox şey olmadığında çox çətinlik çəkmədim. Həm də biraz da mənim özümdə dilə belə şeyim var, marağım var. Ona görə çox çətinlik çəkmədim mən.
Siz hal-hazırda belə deyim də Azərbaycanın tələbələrindən təhsil alırsınız. Aha. Onların sizə bəs münasibəti necədir? Bəs bu baxımdan siz xarici olaraq o tələbələrin içərisində belə deyim də necə hiss edirsiniz? Onlar sizə bunu necə hiss elətdirirlər? Özünüzü ora yad kimi mi hiss edirsiniz, aid kimi mi hiss edirsiniz? Böyle diyeyim, mesela biz indi grupta 17 nəfərik, 2 Türk tələbəyik, bir mənim, bir də başqa bir qrup yoldaşım var. Amma mən özümü, yəni mən elə şey eləmirlər də, yəni seçkilik eləmirlər. Mən özümü Azərbaycanlı kimi hiss edirəm. Onlar da məni, yəni Türk olduğumu hiss eləmirəm özdə. Danışanda məsələn deyirlər Türk dilində də danışa bilərsən. Mən deyirəm yox, lazım deyil. Yəni öz dilimdə danışmama lazım deyil. Azərbaycanlılarla təhsil alıram və burada yaşayıram. Gözəl. Azərbaycan dilində danışıram və onlar da mənə hiss etdirmir ki, mən Türküm ya da Türkiyədən gəldim, burada xariciyəm ya da əcnəbi tələbəyəm deyə belə hiss eləmirəm özümü, yəni. Gözəl. Hüseyn, bəs sənin Azərbaycan dilini öyrəşməyin bu proses necə oldu? Çətinlik çəkdinmi? Sən hal-hazırda bildiyim qədərilə Pakistanlı həmvətənlərinlə eyni qrupda hazırlıq mərhələsindəsiniz, yoxsa necə? Mən əcnəbi tələbə yanında oxuyuram. Orada bir dənə qız var, Gürcüstanlı. Aha. Türklər də var. Amma mən deyimsə, mənim müəllimlər çox qəşəng mənə öyrədiblər. Çünki Urdu bizim dili Urdudur. Urdu Azərbaycan çox fərqlidir. Yəni sözlər bəzən var, oxşur, amma çox fərqlidir. Türk Azərbaycan kimi deyil də. Amma mənim müəllimlər çox qəşəng mənə öyrədiblər. Yəni indiyə qədər danışmışam. Yəni çox super. Çox çətin çəkdim, amma müəllimlər çox qəşəngdir mənim. Gözəl. Müəllimlərinizlə yanlaşmağınızda problem olmur da. Yox. Yəni, Yox, onlar heç nə sizə olmaz. tamamlaya Çox bilirlər. köməklik eləyib mənə. Gözəl. Buradan öz həmvətənlərimizə, siz yaşda olan və təhsil almaq istəyən həmyaşıdlarımıza nələr demək istəyirsiniz? Bura gəlmək istəyən, Və ümumiyyətlə bura gəlmək istəyənlər də ola bilər. yəni nə deyə bilərəm? Bilmirəm. Bir dəqiqə. Sən danışdın, niyə danışmırsan? Niyə danışmırsan? Mən məsləhət alıram bura gəlmək. Kim mədəni öyrənmək istəyirsə, ingiliscədə rich in culture, yəni Azərbaycanda culture çoxdur. Yəni Yəni, çox belə qədim mədəniyyəti festival- var və gözəl mədəniyyəti var Ən demək sevdiyim istəyirsiniz. mənim festival Novruz festivalıdır. Çox bəyənirəm Novruz bayramı. Yəni kim mədəni öyrənmək istəyirsə, culture, mən məsləhət alıram bura gəlmək. Bayram demişkən, Azərbaycan bayramlarından siz sənin Novruzu xoş bəyəndin. Bəli, çox. Siz bəs? Mən də çox bəyənirəm. Yəni əslində bizə Türkiyədə də qeyd olunur, amma çox sizinki qədər şey deyil. Necə deyim? Coşqulu keçirilmir, qeyd edilmir. Belə. Novruz bayramına aid adət-ənənələri gördünüz? Hə, gördüm. Şəkərbay ilə paxlava yediniz, düzün deyin. Çox Yedim. Çox yediniz yoxsa? Çox yemədim. Mən çox yemirəm. Bəyəndiniz bəs? Bəyəndim. Biraz fazla, çox şəkərli gəldi mənə, amma bəyəndim. Türk paxlavası ilə müqayisə eləsək? İkisi də çox qəşəngdir, amma mən yemirəm. Yox, yox, seçə bilmərəm. seçin. Yox, seçə bilmərəm. Sizin bəs? Yeməklərimiz falan, adət-ənənələrimiz bənzəyirmi bir-birlərinə? Bənzər çox. Nələr məsələn? Mən yəni döyü çox xoşlayıram. Mən plov çox yeyirəm bura. Yəni deyirsən, hər gün plov yeyirəm mən. Mən Pakistanda olanda plov yeyirdim, amma burada da çox dadlı bir Gözəl. yeməkdir. Təkrar qayıtmaq istəyirəm o hissəyə, bu həmvətənlər və həm yaşlılarımız, xaricdə təhsil almaq istəyən tələbələr, Azərbaycana gəlmək istəyən həmyaşlılarımız. Onlar üçün verə biləcəyimiz məsləhətlər belə. Nə məsləhət verərsiniz onlara? Mən belə deyim, yəni mən Azərbaycan həm qardaş ölkədir, həm də dillərimiz bir-birinə çox oxşuyur. Yəni məsələn mən türk dilində də danışsam, hamı məni başa düşəcək, amma yəni məsələn hara getsəz şey olmur da, çətinlik çəkmirsiniz. Türk dilində danışsanız ya da nə bilim türk turistlər gələndə falan ya da taksiyə minəndə onlarda problem olmur məsələn mənim üçün. Amma mən çalışıram ki, Azərbaycan dilində danışım. Özümü şey hiss eləmək istəmirəm. Belə mənə turist kimi baxmasınlar falan. Amma yəni mən yenə olsa məsələn 2 il əvvələ qayıtsam və Yəni yenə bura gələrdim. hə yenə bura gələrdim də, burayı tərcih edərdim. Buranı sevirəm və gəlmək istəyən hər kəsə deyərdim ki, yəni məncə gəlməlilərdir. Mən buranı çox sevirəm və həm də dediyim kimi də qardaş ölkə, ona görə belə çox şey olmur, problem yaranmır. Gözəl. Sən bəs Hüseyn? Eyni şeylər. Yəni deyimsə Pakistan Azərbaycan çox yaxındır, dostdur, qardaş deyirlər. Mən bura təzə gələndə heç nə bilmirdim. Elə metroya düşdüm, deyirəm ki, sahilə getmək istəyirəm.
Yəni həm əcnəbi kimi mənə heç kim hiss eləməyib də. Deyir Hı. ki, sən qardaş kimisən, gəl mən sənə kömək eləyim. Yəni hər vaxt kömək eləyirlər burada. Mən çox sevirəm. Yəni mən əcnəbi kimi hiss eləməmişəm heç vaxt. Mən də. Məsləhət aldım. Bura Məsləhət gəlmə. Amma edirsən. bir şey çətindir, dil. Dil. Bura çox ingilis dili heç kim bilmir. Bizdə yəni hər kəs ingilis dili bilir. Biraz çətinlik var, amma Niyə Deyil. bilmirlər? Bilirlər də. Çox Hamı deyil də danışır. belə. Biz çox deyil, o qədər çox deyil. Deyil Bu bu ərazidə yəni bilən Hı. çoxdur, amma belə burdan qıraqda o qədər də çox. Hə. İngilis dili bizim ölkəmizdə hakim bir dil deyil. Bunun da Deyil. səbəbi ölkəmizdə rus dilinin Rus dili. Ha, var. rus dili daha daha üstün üstün olmalıdır. olmalıdır. son olaraq əlavə eləmək istədiyiniz hər hansısa bir şey varmı? Mənim yoxdur. Kifayət qədər danışdığımı düşünürəm. Mən də çox danışıram, nə deyim. Beləliklə də bu buraxılışımızın sonuna gəlib çatdıq əziz izləyicilərimiz. Kanalımıza abunə olub bizi digər sosial media platformalarından izləməyi unutmayın. Sağ olun, gələn görüşlərdə görüşənədək. Sağ olun.